Toy və nişan hazırlığında olan gəlinlər. Bu videonu mütləq yaddaşa vurun. Çünki qonaqlarınıza verə biləcəyiniz ən zərif pay budur. Adətən nişan konfetlərini qutuya qoyurlar. Amma gəlinimiz fərqlilik istədi. Və biz bu mini moncuk çantaları hazırladıq. Necə olub sizcə? Gəlin rəfiqəsisinizsə və hələ nişan hədiyyəsi tapmalısınızsa, bu fikrə mütləq baxın. Sizcə nişan stolunda konfetlərin belə mini çantalarda paylanması daha xoşdur, yoxsa klassik qutularda? Fikirlərinizi rəylərdə yazın. Həmin məclisdə qonaq olsaydınız, evinizə belə bir kiçik xatirə götürmək xoşunuza gələrdi? Bu çantaların balaca görünməyinə baxmayın. Hər biri böyük əməklə, sevgi ilə tək-tək toxunub və əminəm ki, qonaqların üzündəki təbəssüm üçün dəyər.